Salam əzizlərim, bir keys sizlə paylaşmaq istəyirəm. Maraqlı bir keysdir. İnşallah ki, sizə faydası olacağına əminəm. Deməli, 15 yaşlı cavan bir oğlumuz 5-6 ildir ki, baş ağrılarından əziyyət çəkir. Deyilənə görə gərginlik tipli baş ağrılardır və təbii ki, kifayət qədər bir nevropatoloq müayinəsində olub, nevroloji müalicələr alıb, migren deyən olub və s. Amma baş ağrıları heç cür keçməyib və müayinə zamanı təbii ki, aşkarladığımız nədir? Qan təhlillərində immunoglobulin Y, yəni histamin yükü bayağı bir yüksək çıxıb, yəni 1200-ün üzərində çıxıb və baxmayaraq ki, pasientdə heç bir allerji problemi yoxdur, yəni heç bir allergiya aid bir simptom yoxdur. Amma bağırsaq mikroflorası tamamilə pozulmuş şəkildə idi. SIBO-su bayağı bir yüksək, disbiozisi yüksək, yəni həm nazik bağırsaq, həm yoğun bağırsaq problemləri var idi və müalicəmizi biz bağırsaq yönlü və histamini azaltma yönlü apardığımızdan 1-2 ay sonra baş ağrılarında xeyli azalma, hətta indi artıq 4 aylıq bir müayinənin sonunda, müalicənin daha doğrusu sonunda immunoglobulin Y səviyyələri 400-lərin altına düşüb və heç bir antihistamin preparatı, ketatifin və s. digər antihistamin preparatı qəbul etmədən. Yəni, sözümün əsası nədən ibarətdir? Mütləq biz deyə bilərik ki, baş ağrısı ilə bağırsağın arasında nə əlaqə var? Canlı bir sizə keys burada sundum, belə deyərdim. Çünki histamin yükü kifayət eləyir ki, mütəmadi hər gün keçməyən baş ağrıları olsun. Ona görə bu nüansı da nəzərinizdə saxlamağınızı istədim.